kimin günahları çoxdursa və istəyir ki, Allah Teala onun bu günahların o heç bir yorğunluq, əziyyət çəkmədən bağışlasın, silsin, aparsın, o zaman namazdan sonra namaz qıldığı yerə mülazim olsun. Otursun orada gözləsin. Namazı qılan kimi dərhal namaz qıldığı yeri tərk etməsin. Orada otursun. Kimin ki günahları çoxdur, istəyir ki Allah Teala onun günahlarını əziyyət çəkmədən, məşəqqət olmadan bağışlasın, əfv eləsin. O zaman namaz qılandan sonra namaz qıldığı yerdən ayrılmasın. Bu zaman çoxlu mələklər onlara dua edirlər. وَاسْتِغْفَارُهُمْ لَهُ Onun üçün Allahdan bağışlanma istəyirlər. فَهُوَ مَرْجُوبٌ إِجَابَتُهُ Həqiqətən də bu duanın qəbul olunacağı qətidir.